kitablarınızı açıq qoyun ki, orada işarə eləyəcəksiniz. Əzbərli nəsli şeylər var, bilirsiniz də, fonetikada istisnalarımız həddindən artıq çoxdur. Sual-cavabda pis deyildiniz, yaxşı iştirak elədiniz, amma növbəti dərsimiz biraz da əzbər tələb edirdi, ona görə indi necə cavab verəsiniz. Ayaz xüsusilə səndən soruşacağım, Zəhra xüsusilə səndən soruşacağım. Yəni, bu mövzuların da hamısı bilirsiniz ki, çəkilir və gedəcək valideynlərimizdə görəcək. Davam edək. İndi başlayırıq samitlərdən, uşaqlar. Samitlər, bilirik ki, ümumiyyətlə, Azərbaycan əlifbasında, keçən dəfə bunu demədik, 32 hərfimiz var, 34 dənə də səsimiz var, düzdürmü? Və bu hər hərfə qarşılıq bir səs var əlifbada. Lakin, dilimizdə 2 dənə səs var ki, biri dedik ki, K səsidir, səsləri bilirik ki, biz transkripsiyada göstəririk. Biri də İ səsidir ki, bunlar hərf kimi mövcud deyirlər. Bu, belə deyək, səslərə biz tərkibində K hərfi olan sözlərdə rast gəlir. Bax, Nigar. Aha, Ayaz niyə çıxdı? Nigar, sənə sual verirəm. Kosmos sözünün birinci, ilk hərfi hansı hərfdir? K. Gördün, səhv deyirsən. K. Bəli. Kosmos K ortada olur. K yazılır, K okunur. Baxın. Qoşuldu Ayaz, Zəhra. Hə. Hə, eyb yox. Deməli, kosmos sözünün deyirəm ki, ilk hərfi hansı hərfdir? Siz burada K hərfi görə bilərsiniz. K-nı biz səsdə, səs olaraq eşidirik biz. Yazılışda bütün bu sözlər, K ilə səsləndirdiyimiz sözlər var. Klubdur, kosmosdur, kombayndır, nə bilim, kombinatdır və s. Bunların hamısı yazıda K hərfi ilə ifadə olunur. Hərf olaraq bu K hərfidir. Amma səs olaraq, bəli, kosmos. K səsidir. Aydın oldu. Daha sonra samit səslər, saatlərə toxunmuram. Samit səslər kar və cingiltli olmaqla ikiyə bölünürlər. Mən sizə rahat yolunu demişdim, keçən il öyrətmişdim sizə ki, əgər bura, belə qoyursunuz əlinizi, əgər bura hava çox dəyirsə, o kar samitdir. Az dəyirsə, cingiltli samitdir. Bax, məsələn, mələ P və B samitlərini müqayisə elə. P, B. P ikisində də dəyir. Çox qəşəng müqayisə elədir. P-da daha çox dəyir hava. Amma B-da nisbətən az dəyir. Ona görə də P kar samitdir. Yox, eyni şey deyil, eyni şey deyil. Eyni cürdür. P kardır, bu cingiltidir. Bax, bu barmağın dərisində burnunun ucuna bizə. Belə yox, belə niyə tutmusan elə? Belə, bax, belə. P, B. B. Eyni Allah. Möhkəmdən səsləndir. P, B. Eyni şey. P, B. Eləmirlər. Qəşəng də. P, B. Niyə birini yüksək deyirəm, birini balaca deyirəm? İkisi eyni şey deyirdi. Yaxşı. Onda zəhmət çəkirsən, 14 dənə cingiltli samitimiz var. 11 dənə də kar samitimiz var. Hamısını əzbərləyirsən. Yox, niyə? Yox, niyə? Yaxşı. Sıdıqsı şaha. Hə, yaxşı. Cümləni də yadda saxlaya bilərsən. Bəli, o cümlədəki samitlərin hamısı kar samitləridir. Deməli, uşaqlar, kar və cingiltli samitlər bir-biri ilə qarşılıq təşkil edirlər. Dilimizdə var qoşalıq, bir də var qarşılıq. Bəli, bunların fərqini izah edək. Qoşalıq nədir, qarşılıq nədir? Bax, əvvəl. Bir də yazıram. 8. Qarşılıq. Bu da qarşılıq. Əgər yazıda göstərilən hərf kimi 2 dənə qoşa samit tələffüz zamanı olduğu kimi qalırsa, buna deyilir qoşalıq. Qoşalıq. Yox, əgər tələffüz zamanı onun biri digər cingiltli qarşılığı ilə əvəz olunursa, buna deyirik qarşılıq. Qoşalığın digər adı cüt... Yox, üzr istəyirəm, qarşılığın digər adı cütlük. Cütlük. Qarşılığın digər adı cütlük. Yəni, kar cingiltli samitlər cütlük təşkil edir də bir-birinə, qarşılıq təşkil edir. Aydın oldu. Bu belə, bu da bir qayda. Daha sonra uşaqlar, 14 dənə dedik ki, cingiltli samitimiz var, 11 dənə də kar samitimiz var.
Bunların hər biri bir-biri ilə qarşılıq təşkil eləsələr də, biz bilirik L, M, N, R cingiltli samitlərinin kar qarşılığı yoxdur. Bir də hansı kar samitdir ki, onun cingiltli qarşılığı yoxdur? Bəli. Bunun da cingiltli qarşılığı yoxdur. Nəticə olaraq neçə dənə samitimizin qarşılığı olmadı? 5 dənə samitimizin qarşılığı olmadı. Həmçinin keçən dəfə də qeyd eləmişdik. M və N həm də burun samitləridir. H boğaz samitləridir. Yerdə qalan samitlər isə hamısı ağız samitləri hesab olunurlar. Sonra uşaqlar sizə deyim, sıra ilə gedək. Aha, B, D, G, C samitlərinin, sözün sonunda gələn B, D, G, C samitlərinin tələffüzü. Necə tələffüz olunur? Əgər bu sözlərdən sonra saitlə başlanan şəkilçi və ya söz gələrsə, olduğu kimi qalır həmin samitlər. Yox, əgər samitlə başlanan şəkilçi və ya söz gələrsə, o zaman karlaşma müşahidə olunacaq. B samiti keçib olacaq P, sonra D keçib olacaq T, G Q-ya, C da Ç ilə əvəz olunacaq. Məsələn, kitab sözünə baxaq. Kitab sözünə sözün sonu bu ilə bitir. Saitlə başlanan şəkilçi artırıram. Necə olacaq? Olduğu kimi. Kitabın. Əgər mən buna samitlə başlanan, məsələn, larlər şəkilçisi, samitlə başlanan şəkilçidir, artırsam, onda olacaq kitablar. Gördünüzmü? Bu samiti onun kar qarşılığı olan, bəli, P ilə əvəz olundu. Bu, məsələn, qənd sözünü yerinə, qənd sözünə artırsaq, qəndə ehtiyacım var. Qəndə olduğu kimi qalacaq. Amma desəm ki, qəndsiz çay içmirəm, sızsız, susuz, samitlə başlanan şəkilçi olduğuna görə, bəli, D, T ilə əvəz olunacaq. Bu bir mənalı şəkildə belədir, yadınızda qalsın. Sonu B, D, G, C samitləri ilə bitən sözlərə aiddir. İndi uşaqlar, mən sizə, burada bir istisna var, səhifə 16-da hər kəs qeyd eləsin, qrafanın içərisində görürsünüz. Bax, sonu C samiti ilə bitib Ç kimi tələffüz olunan sözlərə. Görürsünüz, tapdınız? D, L, Z, S, N samiti ilə başlayan şəkilçi artırılsa, C samiti Ş kimi tələffüz olunacaq. Məsələn, əlacsız yazılır, əlac sözü əlac şəklində tələffüz olunur. Ona sız şəkilçisini artırsa, onda əlaşsız. Ç ilə yox, Ş ilə əvəz olunacaq. Şəkilçi artırılandan sonra. Sonra atlaz sözü, Z ilə olan atlazı parça növü ki var, ha. Bax, o S şəklində tələffüz olunur. İstisnadır. Bəli, istisnadır. Tələffüz zamanı dəyişikliyə uğrayan səslə orfoqram. Məsələn, bax, B-nin P-yə keçməsi. Onlar orfoqram adlanır. Sonra, sonu qoşa samitlə bitən tək hecalı sözlər. Bunlar hansı sözlərdir? Baxın, həl, həd, xət. Keçən dəfədən nəsə bir şey, test var idi, qeyd eləmişdik. Fən, həz, kül, sir. Sir yazmışsınız. Sər yazmışsınız. Eyb yox. Deməli, bu sözlərin sonu qoşa samitlə bitir. Eyni cinsli özdə qoşa samitdir. Görürsünüz, T, D. Yəni, bir samit ikinci dəfə təkrarlanır. Bunlar eyni cinsli qoşa samitlidir. Niyə tək hecalıdır? Ona görə ki, tərkibində bir dənə sait hərf var. Ona görə də tək hecalı sözlərdir. Bu sözlərin tələffüzü zamanı, əgər bunların üzərinə saitlə başlanan şəkilçi artırsaq, məsələn, həddini bil. Tutaq ki, yazıram, həddini bil. Yəni, nida da qoyaq. Onda nə olacaq? Görürsünüz, uşaqlar, olduğu kimi qaldı. İki dənə o qoşa samitin ikisi də olduğu kimi qaldı. Amma deyirəm ki, nə deyir? Hə, görmürsən? Amma deyirəm ki, hədsiz insanlar. Onda bəli, D-nin biri düşəcək, çünki samitlə başlanan şəkilçi artırdıq. Mən T artırmıyorum. Yox, D dəyişmir. T? Yox, hədsiz insanlar. D-nin biri düşür. Dəyişmə baş vermir. D, L, Z, S, S, D, onlar var.
dəyişmə baş verməyəcək. Amma xəttin olanda xəttin olur da, d olur. Doğru. Niyə ki? Dağılır. Tı Xətt sözünə xəttin yenə saatla başlanan artırılanda heç. Hə, tələffüzündə deyirsən, xəttin. Hə, düz deyirsən. Tələffüzdə bu d-ya keçir. Sonra uşaqlar, burada bir dənə kül sözü var. Bir də sis sözü var. Bu sözlər bir samitlə yazılanda da, iki samitlə yazılanda da bir məna ifadə edirlər. Sir sözü, sir yox, üzr istəyirəm. Hiss sözü, hissi yazmamışam. Yox. Hə, hiss sözü, hiss. Hiss. Belə eləyək. Deməli, baxın uşaqlar. Kül sözü iki qoşa l ilə yazılanda külli aləm, yəni bütün çoxluq mənasında, kül, cəm şəklində mənasında işlənir. Deyirəm, külli aləm yığılsa gəlsə də mən fikrimdən dönən deyiləm də. Bir də bir l ilə yazılanda kül, ocağın külü, o mənada işlənir. Yaxşı? Hiss sözü də iki s ilə yazılanda insanın hissi, duyğusu, içindəki o emosiyaları, bir s ilə yazılanda isə tüstü, hiss tüstü mənasında işlənir. Biz burada söhbət gedir qoşa s ilə və qoşa l ilə olan sözlərdir. Çünki bunlar adı üstündədir. Eyni cinsli qoşa samitli tək hecalı sözlərdir. Aydın oldu? Sonra bu sözlər mürəkkəb sözlər əmələ gətirə bilərlər. Mürəkkəb söz əmələ gətirəndə bəs necə olacaq? Baxın, əgər həmin sözlər mürəkkəb sözün birinci tərəfindədirsə nə baş verir, ikinci tərəfindədirsə nə baş verir? Məsələn, rəsm, xətt. Rəsm birinci sözdür, xətt ikinci sözdür. Əgər ikinci tərəfindədirsə, həmin bu qoşa samitli tək hecalı sözlər, o samitlərdən biri düşəcək. Amma ikinci tərəfdədirsə, amma birinci tərəfdədirsə, haqq, hesab. Qoşa samitli ikisi də qalacaq. Kitabda da var, oxuyanda təzələnə biləcəksiniz. Yaxşı? Hədd, hüdud. Hədd sözünün d-sı ikisi də qalır. Niyə? Çünki o da birinci tərəfdə olacaq. Hüsn xətt desəm, dəst xətt desəm, düşəcək. Çünki bu tərəfə, ikinci tərəfə düşür. Yaxşı? Sonra, bunlar oldu uşaqlar, eyni cinsli qoşa samitli tək hecalı sözlər. O qrafanın içini vermirəm, çünki danışdım onların hamısını. Səhifə burada məndə 17-də müxtəlif cinsli qoşa samitli sözlər, tək hecalı deyil. Niyə ki? Müxtəlif cinsli qoşa samitli sözlər, elə belə gedir. Tərkibində, hə, orada tək hecalısı da var, çox hecalısı da var. Mən birinci çox hecalıdan başlamaq istərdim nədənsə. Tərkibində x-tı, f-tı, s-tı və ş-tı. Bəli, x-tı, f-tı, s-tı, bir də ş-tı. Bax, bu hərf birləşmələri olan sözlərin tələffüzündə t-lar düşür, digərləri olduğu kimi qalır. Məsələn, baxın. Məsələn, o fonetik təhlil testində də var. Neft çıxarma. Necə tələffüz olacaq? Neft çıxarma. Gördünüz? Deməli, neçə hərf varsa sayaq 2, 4, 6, 8, 10, 11 hərf var, 10 dənə də səs var. Çünki t-nı biz tələffüzdə saldıq. Buna da mütləq fikir verirsiniz. İkinci qayda orada altından xətt çəkin, işarə qoyun, neyinisi eləyin. Sonra, müxtəlif cinsli qoşa samitli tək hecalı sözlər var. Baxın orada. Məsələn, üzvdür, üzürdür. Tapdınız? Fəhmdir, qəbzdir, bəli, qəsirdir, əmirdir, zülümdür. Bunların tələffüzündə uşaqlar mütləq və mütləq yadınızda qalsın, samitlə başlayan şəkilçi artıranda səs artımı hadisəsi baş verir. Məsələn, zülüm sözünə kar şəkilçisini artırsaq, zülümkar olacaq. Baxın. Bu söz əslində bu cür yazılır. Mən buna yazılışda əgər zülümkar, kar şəkilçisini artırsam, tələffüzü olacaq zülümkar. Bax, bu ü girdi, həmin o iki dənə cingiltli samitin arasında. Aydın oldu. Üzürlü sözünü, məsələn. Yox. Üzürlü, üzürlü, üzürlü. Tələffüzü bu cür olacaq. Ü saati girdi iki dənə cingiltli samitin arasında. O əvəzləmədir. Bu l-nın r-ya keçməsidir, o şəkilçi dəyişibdir. Məsələn, burada nədən gedir? Əvəzləmədən getmir.
səsin artırılmasından gedir ki, belə təkhecalı sözündə zülm sözü müxtəlif cinsli, üzr sözü də müxtəlif cinsli, boşa samitli sözdür. Bax, l-mı samitdir ikisi də, yanaşı gəlib. Boşa samitdir, amma fərqli cinslərdəndir də. Biri l-dır, biri m-dır. M-mı deyil, l-lı deyil ki, eyni cinsdə olsun. Və yaxud da z ilə r, hər ikisi fərqli samitlərdir. Amma yanaşı gəliblər, müxtəlif cinslidirlər, boşa samitli söz. İndi bunun tərəfsində nə baş verir? Həmin o iki dənə cingiltli samitin arasına mütləq sait artırılır. Bu da nə zaman olur? Şəkilçi artırılanda. Buna da işarə qoyun. Sonra keçdik uşaqlar Q hərfinin və Q hərfinin yazılışına və tələffüzünə. Çox vacib qaydadır bu da. Q hərfi hansı səsləri ifadə eləyir? O isim cismi qalır. Yox, o burada deyil axı hələ. Tələsmə. Almışdım. Hə, səndə neçənci nəşrdir o? Nə bilim valla. 15. Hə. Q hərfinin, deməli Q hərfinin oxunuşu hansı səslər ifadə edir Q? Elə Q səsinin özünü. Sonra K, K, K-ı yox ha, K-nı. Sonra X-nı, G-nı, bir də X səsini ifadə edir. Düzdürmü? Milli sözlərimizdə sözün əvvəlində, ortasında Q səsini ifadə edə bilər. Məsələn, qəhdi, sonra nə deyə bilərik? Məsələn, qələm milli deyil, amma onu da deyə bilərik. Bəli, qələmdir, qəhdi, qoşa sözüdür və s. Qoşmanın özüdür. Görürsünüz, orada Q hərfi səsini ifadə edir, bildirir. K səsini daha çox uşaqlar alınma sözlərdə bildirir. Məsələn, deyirik, üfüq yazılır sözün sonunda, üfüq deyilir. Şəfəq yazılır, şəfəq deyirik. Tofiq yazılır, tofiq deyirik. Düzdürmü? Hə. Sonra Q səsini əslində bu əvəzləmə baş verir. Əgər sözün sonu Q ilə bitirsə, milli sözlərimizdə, ona saitlə başlanan şəkilçi və ya sözü artırırıqsa, Q-nın Q-ya keçməsi baş verir. Tutaq ki, deyirəm, qonağın payı, qonaq sözünə ın saitlə başlanan şəkilçini artıranda Q, Q-ya keçir, əvəz olunur. İndi burada başqa bir qayda var, deyəcəm sizə, tələsməyin hələ. X nə zaman olur? Yenə milli sözlərimizdə şəkilçisiz formada, kök şəklində. Əgər bıçaq yazılır, bıçaq deyilir, ocaq yazılır, ocaq deyilir. Bir dənə orada uşaq sözüdür ki, istisnadır ki, milli deyil. O da yenə millilərimiz kimi Q-nın X-ya keçməsi hadisəsinə baş verir, görürük. Uşaq yazılır, uşaq deyilir. Amma bir dənə uşaq alınma sözdür. Yerdə qalan nə qədər ki, o Q ilə yazılıb, X ilə deyilən sözlər var. Ocaqdır, bucaqdır, çıraqdır, nə bilim, başqa nə deyə bilərik? Qucaqdır. Bunlar hamısı X ilə tələffüz olunur sonunda və hamısı da milli sözlərimizdir. Sonra uşaqlar, deməli, Q ilə bitən sözlər söz birləşməsi yarada bilərlər. Düzdürmü? Söz birləşməsi. Məsələn, biz yazaq bura. Qulaq ağrısı. Bir də deyirik, qulaq dərmanı. Baxın, əgər sonu Q ilə bitən sözlər, söz birləşməsi yaradır. Sonu Q ilə bitən sözlərdən sonra sait ilə başlanan söz və ya şəkilçi gələrsə, onda bu Q əvəz olunacaq, bəli, Q ilə, qulaq ağrısı. Yox, əgər Q samiti ilə bitən sözdən sonra samitlə başlanan söz və ya şəkilçi gələrsə, onda Q əvəz olunacaq X ilə, qulaq dərmanı. Bu bizim bildiyimiz, yəni özümüzün, bəzən uşaqlar özləri tələffüz edir, deyir, yox, biz bunu bu cür tələffüz edirik. Olmaz, öz tələffüzümüzə əsaslanmalı deyilik. Qayda budur ki, Q-dan sonra samit də gələrsə, sait də gələrsə, görürsünüz, dəyişir. Sadəcə belə yadda saxlayın uşaqlar. Q-dan sonra sait gəlirsə, sait bunu biraz yüngül dəyişir, cingiltiləşdirir. O qədər də çox, belə deyək, kobud şəkildə dəyişmir. Amma Q-dan sonra samit gələrsə, samit onu biraz kobud şəkildə dəyişir. Bax, X-ya keçirdi, karlaşdırdı. Daha səs şəkildə dəyişdirdi. Yaxşı? Q-dan sonra sait gələrsə, cingiltiləşir, X-ya keçir. Q-dan sonra samit gələrsə, onda o karlaşır, X samiti ilə əvəz olunur. Bu da belə.
İndi Q hərfinin yazılışına və tələffüzünə baxaq. Q hərfi hansı səsləri ifadə edir deyin uşaqlar. Q hərfi biraz daha çox səsləri ifadə edəcək. Elə Q-nun özünü, K-nın özünü, İ, bəli, səsi, Y, bir də nə? Bir də G. 5 dənə səs ifadə edirdi. K, G, bir də Y. Bunları elə İ-nin özünü də milli sözlərimizdə daha çox rast gələcək uşaqlar. Biz indi alınma milli düşünür artıq testlərə, o qədər dərinliyə getmirik. Küləkdir, nə bilim, külək sözünə əgər saitlə başlanan şəkil çarpırsa, küləyin, Y ilə əvəz olunacaq. G ilə, məsələn, qoşa samitli K sözlərində 8-dir. Düzdürmü? Orada K-nın G-yə keçməsi baş verəcək. Sək, giz olacaq. Qoşa samitdən biri cinliqləşəcək. Bəs nə zaman K olur? Alınma sözlərdə. Bayaq dedik, kosmosdur, klubdur, komandadır. Bax, oradakı hərf, hansı hərf oldu? Nigar? K hərfi oldu. Amma səs olaraq mələk K səsi oldu. İlk səsini də yenə milli. Ümumiyyətlə, bu ilk səsi var ha. Bu, millilik, belə deyək, hadisəsidir. Milli sözlərimizə rast gəlinir. Məsələn, bir də NG birləşməsi var idi. Biz ali məktəbdə keçirdik. NG birləşməsi. Məsələn, deyirik ki, necə deyək, biraz dialektlərdə işlənirik. Məsələn, sənə ehtiyacım var demək əvəzinə deyirik, sana ehtiyacım var. Sana. N-G birləşməsini görürsünüz. Sana deyirik də, sana ehtiyacım var. Sanqa nədir? Elə deyirik də, sana ehtiyacım. Eşitmək var da ləhcələrdə Sana deyirik, ma deyirik, amma sanqa. Sizin dialektdə elə deyil də, işlədirlər ya. Ona görə də, indi bu da millilik ünsürüdür. İhin özü də milli sözlərimizdə rast gəlinir. Yəni, heç vaxt alınma sözlərdə siz bu ih ünsürünə rast gəlməyəcəksiniz. Məsələn, bax, külək yazılır, külək deyilir, çiçək, böcək. Bu sözlərə, hansı ki o ihlə bitən sözlərə, onlara sahiblə başlanan şəkil çarpırsaq, artıq ihlə yox, y ilə tələffüz olunacaq. Küləyin, böcəyin, əlcəyi və s. Bu da belə. İndi k ilə bitən sözlərdə, eyni ilə buradakı kimi, q ilə bitən sözlər kimi söz birləşməsi yaradırlar. Baxaq, məsələn, yazaq çiyələk, ətrik, olur da, çiyələk, qoxusu. Samit gəlir. Bəli, sait də gələndə dəyişəcək. Amma sait gəlirsə, onda o k, y ilə, xeyr, y ilə. Y biraz yüngül dəyişir də, dedim axı cingitləşdirir. Sait, samitə az təsir edir, onu cingitli şəkildə dəyişir. Amma samit onu daha da belə karlaşdırır, kobud şəkildə, onda olur ih, külək, çiyələk qoxusu. Aydın oldu? K-dan sonra samit gəlirsə ihlə əvəz olunur, Q-dan sonra sait gəlirsə y ilə əvəz olunur. Q-da da yenə sait gəlirsə q ilə, samit gəlirsə x ilə əvəz olunur. Bunu qəşəng yadda saxlayın, xahiş edirəm. Testlərdə fonetika ilə bağlı ən çox düşən məqamlar bunlardır. Sonra keçdik. Qrafanın içərisində məndə səhifə 23-dədir. Yox, 22-dədir. Bəli, sonu K ilə bitən uşaqlar. Milli sözlər var. Tək hecalı, türkdür, təkdir, ləkdir, ərkdir, bökdür, bərkdir. Sonra bir də alınma sözlər var. 2 hecalı, çox hecalı daha doğrusu. İştirakdır, idrakdir, malikdir, təbrikdir, tədarikdir. Tapmadınız onu mələk. Bu tipli sözlərə saitlə başlanan şəkilçi də artırsaq, heç bir dəyişiklik baş verməyəcək. Məsələn, deyirəm ki, türkü türkdən ayırmaq olmaz. Türkü ayırmaq olmaz. Türk sözü elə türk olaraq yazılır. Türk. Mən buna şəkilçi artırsam, türkü türkdən ayırmaq olmaz. Elə olduğu kimi də qalacaq. Axı, burada dedik ki, Q-dan sonra sait gəlirsə, biraz az təsir. Bəli, y ilə əvəz olunacaq. Amma bu sözü əvəz eləməyəcək. Niyə? Çünki bunlar milli sözdür və özdə tək hecalı sözdür. Milli
tək hecalı sözlərimiz, türk, tək, ək, börk, lək bu sözlər. Bir də çox hecalı bəzi alınma sözlər, malik, idrak, iştirak, tədarük, təbrik, əmlak bu tipli sözlərdir. Deyirəm, əmlakımı sənə bağışlayacağam. Əmlakımı ım şəkildə artırdığıma görə k-nı y ilə əvəzləməliydim. Buradakı qaydadakı kimi. Amma alınma söz olduğuna görə mən bunu olduğu kimi saxladım. Çünki bu istisnaların içərisindədir. Bunları qəşəng əzbərləyirsiniz. Aydın oldu. Daha sonra eyni cinsli, qoşa samitli sözlərin tələffüzü. Bunlar hansılardır? Biz rahatdır bunlar bilirsiniz. Qoşa k-k-dır. Düzdürmü? Qoşa k-k, p-p, q-q, bir də t-t. Bax, bu sözlər, əgər bu samit qoşalığı varsa sözlərdə, tələffüz zamanı kar olanlar cingikləşir, cingiklər olanlar isə karlaşırlar. Məsələn, bayaqdan yazırıq, k-k ilə deyək, 8. Məsələn, hikkə sözünü də gəlin biraz fərqli söz. Hik, gəl, yazılır. Hik, gəl. İkincisi, cingikləşdir. Tappıltı. Tappıltı. Tap-pıltı. Tap, bıl, tı. İkincisi dəyişdi. Tokka. Tokka. Bəli, olacaq. Tokka. Hətta. 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 Bu da deməli eyni cinsli. Necə ki, eyni cinsli qoşa saatli sözlər vardı. Bədii, marş, camaat, o tipli saat, o tipli sözlərlə. Biri düşürdü, digəri uzanırdı. Bu da eyni cinsli qoşa samitli sözdür ki, bunların da tələffüzündə deməli 2 dənə kar yanaşı gəlirsə, ikincisi cingiltləşir, 2 dənə cingiltli yanaşı gəlirsə, birincisi karlaşır. Amma burada yadınızda qalsın ki, bu qoşa samitlərdən başqa dilimizdə s-s tərkibində s-s, z-z, l-l, n-n tərəflərdə ş-ş, f-f, d-d. Bu hərf birləşmələri olan sözlər də var ki, onların tələffüzündə heç bir dəyişiklik baş vermir. O sözlərin hamısını mələk qəşəngcə əzbərləyir. Əvvəl, addım, 50, 7, güllə, güllə, qübbə, meşan, xiffə, tələffüz, tənəffüz, adessa, professor, immunitet, abbas, nə qaldı? Bənna, izzət. Bunların hamısını qəşəng-qəşəng deyərsiniz mənə, yaxşı? Çoxdur, məncə. Çoxdur, amma görsən, yəni, mən əzbərləyə bilmişəmsə, siz də əzbərləyə bilərsiniz. Tərkibində qoşa y olan sözlər tələffüzündə görək nə olur. Elə sözlərimiz var ki, eyni qoşa y ilə yazılır, olduğu kimi də tələffüz olunur. Bunları da əzbərləyirik. Hansı sözlərdir? Sürəyya, hədiyyə, qəyyum, əyyaş. Yadına düşür, şəhanə bunlar. Sonra təyyarə, səyyah, niyyət, təxəyyül. Və bunların hamısını qəşəng soruşacağım. Qoşa y yox, bir y ilə yazılan sözlər. Saniyə, haşiyə, qafiyə, mərsiyə, o sözlər. Onları da qəşəngcə əzbərləyirik. Bir y ilə yazılır, bir y ilə də deyilir. Və sonra, bəs nə zaman uşaqlar, əgər görsəz ki, belə deyək, iyyət şəkilçisi var sözdə. Məsələn, deyirik, ədəbiyyat. Bir ilə fərqsi olur. Bəli, ədəbiyyat. Qoşa y ilə yazılacaq, çünki ədəb sözün köküdür. İyyat burada şəkilçidir. Onda qoşa y ilə yazılır, bir y ilə tələffüz olunur. Ədəbiyyat. Aydın oldu. Cəfəngiyyat, məsələn. Cəfəng sözü vardır, bizə yalan deməkdir. Cəfəngiyyat. Sonra tərkibində, qrafanın içərisində var, görürsünüz. Kar, keş şəkilçiləri olan sözlər, alınma şəkilçilərdir bunlar. Onların tələffüzündə heç nə dəyişiklik başlayır. Məsələn, sənətkar yazılır, uşaqlar bəzən sənətkar deyir, olmaz. Elə sənətkar şəklində də tələffüz olunur. Zəhmətkeş yazılır, elə zəhmətkeş də deyilir. Bəli, keçdik bu tərəfə. Tərkibində b, n, p samitlərindən sonra tapdınız. Bəli. Samitlərdən əvvəl n gələrsə, onda m kimi tələffüz olunacaq. Məsələn, anbar yazılır. Baxın, anbar yazılır.
N-dan sonra nə gəlib? B gəlibdir. Onda tələffüzü olacaq ambar. Şənbə yazılır, şənbə deyilir. Dinməz yazılır, dinməz deyilir. Amma burada da istisnalar var. Peyğəmbər, kombinat, kombayn, ansambl, kompas, kömbə, lampa, kombi, hamba. Bunlar M ilə yazılıb, elə M ilə da deyilən sözlərdir, tələffüz olunan sözlərdir ki, bunları əzbərləyirik, testlərdə fonetikadan istisnalarla bağlı düşün, yəni bilin. Sonra nələr vacibdir, onların hamısı görürsünüz, üstündən keçdiyim şeylər də var. Məsələn, orada şəkilçilər var. L, la, L üstü 4, la üstü 2, tapdınız Nigar? L üstü 4, la üstü 2, lar üstü 2 və l üstü 4. Bu şəkilçilərdə tələffüzdə dəyişir. Məsələn, zəhərli yazılır, zəhərli deyilir. Düzdürmü? Oğlanlar yazılır, oğlanlar deyilir. Hasarlamaq yazılır, hasarlamaq tələffüz olunur. Zərərli yazılır, zərərli deyilir və s. Bunları da əzbərləyirik. Sonra tərkibində ğ ilə yazılıb, ğ ilə deyilən sözlər. Bunlar bizə orfoqrafiyada çox kömək edəcək, əzbərləsək. Məşğələ, məşğul, məğlub, məğrur, sırğa, məğz, portağal. Bax, bu sözlərin hamısını əzbərləyirik. Ğ ilə onun altındadır. Loğman, qoğal, rəğbət. Ğ ilə yazılır, ğ ilə da deyilir. Bunları qəşəng əzbərləyirsiniz. Bu da belə. Ahəng qanunu. Ahəng qanunu, yox, bunu da bilirəm. Ahəng qanunu nə vaxt bitirdərsiniz? Tamamda da? Tamamda başlanır. Tamamda başlanır. 6 yaş. 6 yaş başlanır. Yaxşı, yaxşı. Onda yekunlaşdıraq. Yekunlaşdıraq ev yox. Ahəng qanunu rahat mövzudur.